Noyabrın 1-də Heydər Əliyev Fondu və Aidiyə İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən Bakıya uçuş incəsənət həftə sonu. Gələcəyi indi duyu həftə sonu layihəsinin maraq doğuran təqdimatlarından biri də Bakıya dəvət olunan tanınmış İtaliyalı rəssam və heykəltaraş Giuseppe Carta ilə görüş oldu. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil edilən tədbirdə gənc tədqiqatçılar, tələbələr, eləcə də akademiyanın professor və müəllim heyəti, o cümlədən Giuseppe Carta yaradıcılığına həvəs göstərənlər iştirak etdi. Əvvəlcə tədbir iştirakçılarına dünyaca məşhur rəssamın həyat və yaradıcılığına əsr olunmuş Təbiət heç vaxt düşmən deyil adlı video çax nümayiş olundu. Heykəltaraş rəssam öz həyat və yaradıcılığına yola çıxaraq rəsm əsərlərinin məzmunu, heykəltaraşlıq sahəsində yaratdığı nümunələr haqqında fikirlərini bölüşdü. Mühazirə Giuseppe Carta'nın yaradıcılığının əsas istiqamətləri mövzusunda oldu. Giuseppe Carta öz yaradıcılığı, emalatxanada gördüyü işlər, əsərlərinin yaradılma texnologiyası, prinsipləri barədə auditoriyaya məlumat verdi. Eyni zamanda mühazirəçi bəzi kiçik ölçülü işlərini də əyani formada təqdim edərək bir sıra vacib məqamlar izah etdi. Müəllif həm də beynəlxalq sərgi layihələrindən danışdı. Il peperoncino è un simbolo. Acı biber bir rəmzdir. O, Çin, Amerika, Kanada və sair ölkələrdə olduqca populyardır və bu bir rəmz olduğu üçün ona üstünlük verirəm. Azərbaycanda gördüyüm heykəllər və rəsm əsərləri İtaliyada gördüyüm rəsm əsərləri və heykəllərlə olduqca bənzərdir. Onlar arasında cüzi fərqlər var ki, bu da ölkələrin özünə xas elementləridir. Bəli, mən gələn il Azərbaycana gələcəm. Özümlə rəsm əsərləri gətirmək niyyətindəyəm. Ümidvaram alınacaq. Mən eyni şeyləri təkrarlayan insan deyiləm. Fərqli şeylər etməyi xoşlayıram. Müxtəlif şəxsiyyətlərin portretlərini çəkmişəm. O cümlədən İtaliyanın keçmiş baş naziri Mario Draghi'nin portretini çəkmişəm. Hazırda mən cücərmələr üzərində işləyirəm. Bu yeni bir layihədir. Bu yeni bir baxış bucağıdır. Bu günləri Rəssamlıq Akademiyasında Giuseppe Carta ilə görüş oldu. Giuseppe Carta dünya şöhrətli bir heykəltaraşdır və bu sərginin təşkili Heydər Əliyev Mərkəzi tərəfindən olmuşdur. Mühazirə zamanı Giuseppe Carta öz əsərlərinin yaranma tarixindən, öz əsərlərinin materiallarından, öz həyatından bəhsdən çıxışlar etdi və bu çox böyük bir maraq doğurdu. Mən ümidvaram ki, gələcəkdə də belə görüşlər olacaq və bu belə bir dünya şöhrətli rəssamlarla bizim akademiyanın tələbələrinin görüşməsi onlara yeni bir motivasiya verir və onların gələcək yaradıcılıqlarına böyük təsir göstərəcəkdir. Xatırladaq ki, İtaliyalı rəssam və heykəltaraş Giuseppe Carta'nın Təbiətin Nemətləri adlı fərdi ekspozisiyası martın 6-sından etibarən Heydər Əliyev Mərkəzində sərgilənir. Sərgidə böyük meyvə və tərəvəz heykəlləri nümayiş olunur. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim edilir. Qeyd edək ki, layihə çərçivəsində 1-2 noyabr tarixində Azərbaycan Rəssamlıq Akademiyasının emalatxanalarında açıq qapı günü keçirilir. Mirçingiz Ağayev, Rahim Mustafayev, Real.